İstər işğal dövründə, istər 44 günlük vətən müharibəsi zamanı, istərsə də 24 saatlıq antiterror əməliyyatlarından sonra bu mövzuda bədii nümunələr yayımlanıb. Bu fikirlər Yazıçılar Birliyinin təşkil etdiyi Qarabağ Savaşı ədəbiyyatımızda adlı konfrans və sərgidə deyilib. Və Azərbaycan ədəbiyyatı bu Qarabağ məsələsində iki aspektdən mən yanaşıram. Bir, yaranan ədəbiyyat əsərləri, bir də Yazıçılar Birliyinin fəaliyyəti. Dəfələrlə yazmışıq, mən də yazmışam, başqaları da yazıb. Amma indiki dövrə aid bir gözəl bir atalar sözü var ki, heç kəsin kitabını oxumur. Yazıçılar Birliyində Qarabağ məsələsində xidməti ondan ibarətdir ki, ilk gündən o qələbəyə doğru xalqımız aparıb. Azərbaycan ədəbiyyatında son 30 ildə və daha əvvəlki dövrlərdə Azərbaycanın tarixi, keçmişi və gələcəyi ilə bağlı bütün maraqlı əsərlər yazılıb. Bax, burada əyləşən hər bir adam kimi roman, kimi povest, kimi hekayə, kimi şeir, kimi poema yazıblar. Sadəcə biz yaxşı oxumamışıq. 96-cı ildə Allah qəni-qəni rəhmət eləsin, xalq şairimiz Qabil Ümid Sənəd ancaq Azərbaycan əskəri şeirini yazdı və o şeir təxminən bir 15 il, 16 il hər gün 5-6 dəfə çarx kimi söyləndi. Və o söylənmənin altında sonra Şuşa fatihləri cavan bir nəsil yetişdi. O da vurğulanıb ki, 2-ci Qarabağ müharibəsindən sonra ədəbiyyat tarixində qalacaq əsərlər yazılıb. Belə ki, Qarabağ mövzusunun müasir Azərbaycan ədəbiyyatında əks olunmasının, müharibə xatirələrinin bədii təcəssümünün, vətənpərvərlik ruhunun ədəbiyyat vasitəsilə təbliğinin mühüm məsələ olduğu bildirilib. Qarabağla bağlı yazmış əsərlər müxtəlif cürdür, yəni təsnifat eləsək müxtəlif cürdür. Bu da statistikada var, sənətli əsərlər də var, o da vacibdir ki, yəni biz hardan çıxmışıq, hardan gəlmişik, hara gedirik, başımıza nə oyundan gəlib, özümüz nə işlər görmüşük. Burada təbii ki, deyək ki, bizim şəhidlərimizə həsr olunmuş kitablar da var, ona görə ki, onlar da çox vacibdir, bir örnəkdirlər, onları da təbliğ eləmək lazımdır və bir də mən hesab eləyirəm, ən belə deyək ki, əsas bu kitabların əsası Qarabağa həsr olunmuş romanlar, povestlər, hekayələr, dram əsərləri təşkil eləyir. Və bunların hərəsinin öz yeri var. Ədəbiyyat tarixində qalacaq əsərlərimiz var şübhəsiz. Bilirsiniz ki, yazılan hər bir əsər ədəbiyyat tarixində qalmır. Amma bununla belə kim nəyi bacarıbsa, kim belə deyək də, qabiliyyəti, bacarığı, istedadı nəyə çatırsa, o dərəcədə bizim Qarabağımıza, Qarabağ müharibəsinə, Qarabağ savaşımıza dəstək olub. Ümumiyyətcə, maraqlı yazılar çoxdur. Elə Azərbaycan elə bir yazıcı yoxdur ki, Qarabağ mövzusuna toxunmasın. Hekayə halında, povest halında, roman halında, publisistikada Qarabağ haqqında yaxşı yazılar var. Amma hər halda razıyam Qarabağ haqqında çıxan kitablarda. Amma yenə deyirəm, Allah bizə oxucu yetişsin. Yazıcı Natəvan Dəmirçioğlu bildirib ki, onun işıq üzü görən Açar romanı həm birinci, həm də ikinci Qarabağ hadisələrindən bəhs edir. Mən bu sərgidə Açar romanından təmsil olunuram. 10 illik zəhmətimin bəhrəsi olan Açar romanı demək olar ki, müharibənin başlamasından, hətta ondan da əvvəlki bir dövrü, belə müharibənin gedişatını və zəfərimizi əhatə eləyir. Bilirsiniz, burada mən Açar romanı yazarkən bunu ölkədən kənara çıxartmaq istəyini də hədəfləmişəm. Yəni, bu təkcə Azərbaycan daxilində, Azərbaycan həqiqətini Azərbaycana çatdırmaq kimi bir istəyim yoxdur. Mən əslində bu müharibənin, bu qovğanın, bu mübarizənin və bu zəfərin dünyada tanıdılmasını daha çox hədəfləmişəm. Sonda konfransda yazıçıların və ziyalıların məruzələri dinlənilib. Həmçinin kitabların, əlyazmaların və müxtəlif ədəbi nümunələrin nümayişi olub.